Hörmətli izləyicilərimiz, Qoşakubik, marşruda məktəbə yaxın, qazı suyu işığı hamısı qaydasında olan, sənədi də kupça olan və həyəti bazası geniş olan bir dənə ev çəkib təqdim edirəm sizə. Bura giriş qapısıdır. Girişdən solda mətbəxdir. Qazın, suyun işığına xəttlər çəkilib, kanalizasiya orada, elektrik qovşaqları, aspirator xətti. Deməli, əlim yandı falan deyil. Ki, əlim yandıdır, nə röyümü. Bazara görə super qiymətdir. Çünki bugünkü gün belə həyət bazası olan kupcalı 3 otaq tapmaq mümkün deyil. İnanın Allaha, bayaqları bir dənə 3 otaq çəkmişəm, sənədsiz. 60 minə çəkmişəm. Məsələn, bunu amma 59 minə çəkirəm. Sənəddə qaydasında həyətinə də baxın. Qoşadaş da özdə. Ev axtaranlar özləri bilir ki, belə həyətindən ev yoxdur. 6 daş kürsüdədir. Kombi xəttləri deyirəm. Kanalizasiya mərkəzi kanalizasiyadır. Və belə. Belə bir evdir. Gələcəyə, indi Allahın köməyi ilə bu istiyashka beton təzə tökülüb də. Bu da onsuz da ged-gedə oturur. Tamet vurmağın adı yoxdur bura. Gələcəyində, məsəl üçün 5 aya, 3 aya tametinizi də vurarsınız. Və belə, 59 mindir. Zəng eləyin, qulluğunuz ayaqsız. Maşınla gəlirik, sizi götürürük, kondisionerli maşınla. Gəlirsiniz, baxırsınız, axırda almırsınız, gedirsiniz. Sağ olun. Bizim də pulumuzu alanda vermirsiniz. Düşmək mi istəyirsən? Qoy mən də düşüm.